Salam, hər vaxtınız xeyir olsun. Xoş görürük hər birinizi. Dövlət İmtahan Mərkəzinin test toplusunda yer alan mürəkkəb adlar və onların yazılışı mövzusuna aid olan testlərin izahına baxacağıq birlikdə. Onların izahını verəcəm sizə. Hər bir variantın niyə doğru və yaxud da niyə yanlış olmağını əsaslandırmağa çalışacağım. Kanala abunə olmağı, izaha şərh bildirməyi unutmayın. Hər birinizə qarşıdakı imtahanlarda uğurlar arzulayıram. Başlayaq. Birinci sual. Mürəkkəb ad hansıdır? Qız qalası. Mürəkkəb adlar ilk növbədə söz birləşməsinə oxşayır. Bir var mürəkkəb ad, bir də var xüsusi deməli isimlər. Xüsusi isimlər bitişik yazılırlar. Mürəkkəb adlar isə ayrı yazılırlar. Hər ikisinin oxşarlığı ondadır ki, varlığı tək olanları bildirirlər. Varlığı tək olan anlayışları ifadə edirlər. Deməli, burada qız qalası varlığı tək olan bir anlayışı ifadə edir. Deyək ki, qaz ayağı, sarı köynək, Məhəmməd Həsən, çoban yastığı. Bunlar mürəkkəb ad ola bilməz. Mürəkkəb ad söz birləşməsi kimi olur. Ona görə də A variantını götürürük. İndi isə ikinci suala baxırıq. Deyir ki, mürəkkəb adları müəyyən edin deyir. Yenə baxırıq az öncəki izah kimi, yəni söz birləşməsi kimi olmalıdır. Çox mənalı, burada mürəkkəb addan əsər əlaməti yoxdur. A variantını keçdik. Dəvə-dabanı, bu da onun kimi bir sözdür elə. Keçdik. 53 mürəkkəb saydı keçdik variantın üzərindən. Azərbaycan Respublikası bəli mürəkkəb addır. Səməd Vurğun bəli mürəkkəb ad. Milli Məclis mürəkkəb ad. D variantını işarə elədik doğru variant kimi. Günəbaxan mürəkkəb ad deyil. Keçdik variantın üzərindən. Keçdik üçüncü suala. Mürəkkəb ad hansıdır deyir. Baxaq görək yenə də söz birləşməsi kimi olan Çənlibel mürəkkəb isim olar. Keçdik bunun üzərindən. Ondan sonra Kəpəz dağı görürük ki, bəli bu varlığı tək olandır. Söz birləşməsi formasındadır. Mürəkkəb adlı isti su heç, qızıl ağac heç, Ağdam heç. Dördüncü suala baxırıq. Biri mürəkkəb ad deyil deyir. Dördüncü sual mürəkkəb ad söz birləşməsi formasında olanlardır. Novruz Bayram mürəkkəb adlı keçdik bu variantın üzərindən. Bakı Dövlət Universiteti bəli, bu da mürəkkəb addır. Bunu da üzərinə keçirik. Vətənin azadlığı. Vətənin azadlığı üçüncü növ, yəni ismi birləşmədə üçüncü növ təyini söz birləşməsi. Burada mürəkkəb addan əsər əlamət yoxdur. C variantını götürürük. Milli dirçəliş günü mürəkkəb addır. Xüsusi təqvim günüdür. Xəzər dənizi bu da mürəkkəb addır. Dördüncü sualda C variantını işarə etdik. Mürəkkəb ad deyil, eyni tipli sualdır. Şöhrət ordeni mürəkkəb addır. Bakı Dövlət Universiteti mürəkkəb adı hesab olunur. Qurban Bayramı mürəkkəb addır. Ağadadaş mürəkkəb isimdir. Xüsusi isimdir. Bunu götürürük. Mürəkkəb ad deyil deyənə. Yəni oldu D variantı 5-ci sualda. Ondan sonra keçirik 6-cı suala. Deyir ki, mürəkkəb adlardan birinin yazılışı yanlışdır deyir. Bir balaca haşiyə çıxım deyim ki, bu mürəkkəb adların yazılışına aid ümumiyyətlə mürəkkəb adlarının izahını mən bu kanalda yerləşdirmişəm. Hər biriniz buyurub izləyə bilərsiniz. Qaranlıq qalan məqamları aydınlaşdıra bilərsiniz özünüz üçün. Mürəkkəb adların birinin yazılışı yanlışdır. Birləşmiş Millətlər Təşkilatı bəli bir qurumun adıdır, bir təşkilatın adıdır. Ona görə bütün hərflər böyük hərflə başlamağı doğrudur. Keçdik variantın üzərinə yanlış olan lazımdır bizə. Dağüstü park. Bəli, dağüstü xüsusi isimdir. Fərqləndirən sözdür, yəni onun əsas sözdür o. Park isə çoxdur, yəni parklar çoxdur. Dağüstü isə bir dənədir. Ona görə də doğrudur, bunda yazılışı problemi yoxdur. Nəsimi rayon təhsil şöbəsi. Burada bir dövlət müəssisəsinin adından söhbət gedir. Burada dövlət müəssisəsinin adıdırsa, dövlət təşkilatıdırsa əgər bütün hərflər böyük hərflə olmalı idi. Təkcə birinci sözün boş hərfi yox. Ona görə də burada bir yanlışlıq var. Ona görə C variantını götürürük. Azərbaycan Yazıçılar Birliyi bir təşkilat adıdır. Ona görə bütün yəni sözlərin baş hərfləri böyük hərfləndir. Abşeron yarımadası bəli. Abşeron yarımadası da mürəkkəb addır. Yarımada çoxdur, amma Abşeron adında olan yarımada tək olduğu üçün A böyük hərflə, yarımadada olan Y kiçik hərflə olmalıdır. Keçdik 7-ci suala. Hansı mürəkkəb adının yazılışı düzgündür? Eyni tipdə olan bir sualdır. O yanlışdırsa indi doğruluğunu istəyir. 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü. Gün sözü hansı mürəkkəb adının içərisində varsa, o təqvimə düşən günlərdən söhbət gedir. Təbii ki, orada böyük hərflə olmalıdır. İlk sözlər məsələn həmrəylik də böyük olmalıydı burada. Ona görə bu yanlışdır bu A variantında olan. İndi baxaq B-yə. Orta paleolit dövrü.
Orta paleolit dövründə də bir problem var. Bu paleolitdə böyük hərflə başlamaq olmalıdır. Dövr isə ümumi bir anlayış ifadə edir. Dövrlər çoxdur çünki bu doğrudur. Yəni D-da problem yoxdur. Bir də paleolit sözündə P böyüklə olmalı idi. B variantını keçdik. Nəsimi adına dilçilik institutu. Deməli burada adına sözünə bu fərqləndirici sözlər gedir. Fərqləndirici sözlər adınadır, üzrədir, yanındadır. Bax belə sözlərdə yəni problem yoxdur. Yəni A kiçiklə olmalıdır. Dilçilik doğru. Bir müəssisə adıdır da bu. Burada böyük hərflə olmalı idi da bu İ hərfi. Ona görə də burada bir yanlışlıq var. Keçdik D variantına. Azərbaycan Respublikası Nazirlər Kabineti. Bəli, bir dövlət qurumunun adıdır. Və görürük ki, baş hərflər böyük hərfləndir. Doğru variant kimi işarə edirik. Ağstafa rayon təhsil şöbəsi. Burada rayon fərqləndirici söz deyil ki, bu dövlət müəssisəsinin adısa, bu da böyük hərflə olmalı idi. Ona görə bu variantın da üzərindən keçdik. 8-ci sualdan davam edirik. Hansı mürəkkəb adın yazılışı səhvdir? Azərbaycan Teleqraf Agentliyi bir qurumun adıdır və böyük hərflə başlayıb ilk sözləri doğrudur, problem yoxdur. Azərbaycan Respublikası Milli Məclisinin sədri, bəli, burada da doğrudur. Bu sədirdir, nazirdir. Yəni bunlar kiçik hərflə olur. Əvvəlki qaydalarda bir baş nazir olanda böyük hərflə olur, amma indi yox. İndi yəni nazirdir, sədirdir, belə olanda yəni problem yoxdur. Üstəyə qoyuram. Burada heç bir problem yoxdur baş hərflərdə. Bu variantın üzərindən keçdik. Keçirik C variantına. Orta paleolit dövrü. Yenə də az öncə demişdik ki, burada orta paleolit dövründə dövrün adı böyük hərflə olmalı idi. Dövr isə doğrudur, yəni dövrdə problem yoxdur. Ona görə də C variantını işarə edirik. Beynəlxalq ana dili günü, gün harda varsa, yəni təqvimə düşən gün əlamətdar bir gündürsə o, orada böyük hərflə olmalıdır ilk deməli sözlər. Burada problem yoxdur. Yəni bizə səhv olan C variantı idi. Bakı Şəhər İcra Hakimiyyəti bəli bir dövlət müəssisəsinin adıdır, dövlət qurumunun adıdır və ilk sözlərin ilk hərfləri böyük hərflə yazılıb. Keçirik 9-cu sualımıza. Hansı mürəkkəb adının yazılışı doğrudur deyir. 1914-cü ildə Məşədi İbrahim oğlu Museybi Qoriya aparıb seminariyaya qəbul etdirmək istəyir. Məşədi İbrahim. Bu Məşədi İbrahim deyirsə əgər bu mürəkkəb addır da. Bu niyə kiçiklə yazsın ki? Bu böyük hərflə olmalı idi burada. Bizə nə lazımdır? Doğru olan lazımdır. Ona görə də A variantının üzərindən keçdik. B-yə baxırıq. Azərbaycan Milli Xalça Muzeyinin, bax bu mürəkkəb ad bax buradan buraya qədərdir. Buradan buraya qədər və bir müəssisənin adıdır. Baxırıq ki, ilk sözlər böyük hərflə başlayıb, problem yoxdur. Deməli, variantı işarə eləyə bilərik biz. Baxaq görün, başlıca vəzifəsi Azərbaycanın xalça nümunələrinin toplanılması, qorunub saxlanılması, tədqiqi, nümayişi və təbliğidir. Yəni, burada başqa bir mürəkkəb adı yoxdur. Bir dənə mürəkkəb adınız var idi, o da doğrudur yazılışı. B-ni işarə elədik. Stansiyaya daxil olan qatarlarda Üzeyir bəy, bəydir, xanımdır, ağadır, bu tipli olan ləqəb, titul və yaxud da nəsə bildirən sözlər varsa, bunlar kiçik hərflə olmalı idi. Ona görə də bu variantın üzərindən keçirik. Mərkəzi klinik xəstəxana deyirsə, xəstəxananı böyük hərflə yazmaq lazımdır. Dövlət müəssisəsi deyək buna, bir dövlət binası mı deyək buna. Burada böyük hərflə olmaq kiçiklə yazıb. Ona görə variantın üzərinə keçirib bizə doğru olan lazım idi. Nizami metro stansiyası dünyanın, metro stansiya çoxdur. Nizami isə təkdir. Yəni belə bir metro stansiyası təkdir. Ona görə M kiçiklə olmalı idi burada. Bir müəssisə deyil. Bir M-ni kiçik yazaq. Yəni burada bir yanlışlıq M-dadır. Ona görə də keçirik üzərindən. Cavab oldu B variantı. Baxaq 10-cu suala. Hansı nümunədə mürəkkəb adının yazılışı doğrudur deyir. İsrafil ağa Kərbəlayev 20-ci əsrin əvvəllərində kimi Qazax qəzasından tanınmış xeyriyyətçi bəylərinə olmuşdur. Qəza rayondur, qəzadır, kənddir. Belə olanda onlar kiçiklə olmalı idi, qəza. Ona görə doğru istəyir bizdən. Əslində baxanda İsrafil ağa Kərbəlayev burada da mürəkkəb adı doğru yazılıb, amma deyək ki, baxaq da bir axıra kimi variantlara görə bəlkə çıxmır variant. Bu məqalə Azərbaycan Respublikasının prezidenti. Burada bir yanlışlıq var.
Prezident sözü böyük hərflə olmalı idi burada. Çünki bir müəssisə adıdır da, dövlət təşkilatıdır bu. A da böyük olmalı idi bu administrasiya sözündə. Ona görə bu variantın üzərinə keçirik. Qazaxda Qori seminariyasının Azərbaycan şöbəsi fəaliyyət göstərir. Qori seminariyasının Azərbaycan şöbəsi mürəkkəb addır, doğrudur. Yəni burada seminariyadır, məktəbdir, vəqfdir, belə olan sözlərdə liseydir. Onları kiçiklə olmalı. Seminariya Azərbaycan böyük doğru, şöbə çox olur. Ona görə bu da doğru. Deməli, burada bir də nə lazım idi? Doğru olan variant. Doğru olan variantı dairələdik. Xudafərin körpüsü. Körpü kiçiklə olmalı idi burada. Ona görə bu variantın üzərinə keçdik. Burada da Fəzl ibn Məhəmməd var məsələn. Fəzl ibn Məhəmməd doğrudur. Burada da bir problemi yoxdur. Ondan sonra baxaq görək. Y variantına baxaq. Uşaqların xilası təşkilatı, uşaqların xilası təşkilatı. Təşkilat adıdırsa əgər bu x-la böyük olmalı idi da burada. Ona görə burada da bir yanlışlıq var. Elə C variantını götürək elə. Doğru variant kimi. Keçək 11-ci sualımıza. 11-ci sualda deyir ki, mürəkkəb ada uyğun gəlməyən nümunələri müəyyən edin deyir. Mürəkkəb ada uyğun olmayan nümunələr. Deməli, Azərbaycan sözünü, Azərbaycan Respublikası, bəli, mürəkkəb ada uyğundur, problem yoxdur. Azərbaycan təbiəti ismi birləşmə yaradır. Azərbaycan xalqı, bu da ismi birləşmə yaradan sözlərdir. İndi nizami yaradıcılığı olsa, bu da ismi birləşmə yaradır. İkinci növ. Nizami Gəncəvi olsa mürəkkəb adı yaradır. Bizə nə lazım idi? Mürəkkəb adı uyğun gəlməyən lazım idi də. Deməli 2, 3, 4 cavabını dairələdik. Davam edək 12-ci sualdan. Hansı mürəkkəb adların yazılışı doğrudur deyir. Baxaq görək. Orta paleolit dövrü, bəli, doğrudur. Heç bir problem yoxdur bu mürəkkəb adda. Göyçay rayon icra hakimiyyətinin başçısı. Burada bir yanlışlıq var. Çünki dövlət müəssisəsidir gedir də bu. Göyçay rayon icra hakimiyyəti dövlət müəssisəsi, başçıda heç bir problem yoxdur. Amma burada i hərfi böyük olmalı idi. Bizə də doğru olanlar lazımdır. Ona görə də 2-ni götürmürük. Azərbaycan qəzeti. Bəli, Azərbaycan qəzeti, qəzet çox ola bilər, yəni kiçiklə olmalıdır, düzdür. Azərbaycandakı xüsusi bir addır da, o qəzetə verilən bir addır. Ona görə 3 doğrudur. Azərbaycan Respublikasının Milli Məclisi, bəli, müəssisə, bir dövlət təşkilatı mı, dövlət idarəsi deyəkmi, onun adıdır və ilk sözlərin baş hərfləri böyüklə yazılıb, doğrudur. Azıq mağarası. Azıq mağarası deyəndə, bəli, burada da azıq təkdir, yəni xüsusi bir addır, ona verilir. Mağara çoxdur amma. Deməli, mağarada olan bu düz, kiçik, adı böyük. 5-i də götürürük. Hələ ki 1, 3, 4, 5 cavabını götürmüşük. İndi baxaq, Yeni Azərbaycan Partiyası. Burada bir partiyadır, bir təşkilatdır mı deyək, bir partiyadır. Nə olmalıdır? Partiya sözündə olan P hərfi böyük hərflə olmalı idi, kiçiklə yox. Ona görə 6-nın üzərindən keçirik. Oldu 1, 3, 4, 5 cavabı. 13-ə baxırıq. Hansı mürəkkəb adların yazılışında səhvə yol verilmişdi deyir. İstiqlal ordeni. İstiqlal o xüsusi bir addır ki, ordendir, medaldır, bax, artistdir. Belə sözlər, izahda bunları qeyd eləmişəm. Belə sözlər kiçiklə olur. Burada böyük hərflə qeyd eləyib. Burada ilk böyüklə olmalı idi. Keçdik bunun üzərindən, birinin üzərindən. Bizə nə lazım idi? Doğru olan variantlar lazımdır da. Biri keçdik. Ondan sonra səhvə yol verilmişdi deyir. Üzr istəyirəm, deməli biri götürürük. Uzaq sahillərdə filmi. Burada uzaq sahillərdə dırnaqda verilib. Əsər adıdır, film adıdır, kinoteatr, deyək ki, teatr adıdır. Bunlar kitab adıdır. Bunlar dırnaqda verilməlidir. Filmdə kiçikdir, bir doğrudur. Bizə yanlışlar lazımdır. İndi baxırıq. Deməli, deyir ki, uzaq sahillərdə filmi. Deməli, burada sahillərdə sözündə burada bir problem var.
Dırnaq olmağı heç problem yoxdur. Amma o sahillərdən niyə görə böyük hərflə başlasın ki? Çünki burada bir xüsusilik bil sahil belə baxanda çoxdur, uzaq. Məsələn deyək ki, 7 gözəl baleti deyək də. Burada yazıram bunu. 7 bax düzgün forması budur. 7 gözəl bağladıq. Məsələn baleti. Burada gözəl sözünü nə böyüklə yazaq ki, yəni ümumilik ifadə edən bir sözdür. Həmçinin burada da sahillər sözü ümumilik bildirən bir sözdür. Xüsusilik bildirən bir söz deyil. Ona görə də bu s-da problem var və 2-ni də götürə bilərik. Yəni yanlış cavablar lazımdır da bizə. 1-i götürdük bayaq, 2-ni də götürdük. İndi baxaq 3-ə. Azərbaycan Milli Elmlər Akademiyası. Bəli, heç bir problem yoxdur. Yəni mürəkkəb adda. Bir təşkilat adıdır. Deyək ki, bir dövlət müəssisəsinin adıdır. Şəhidlər Xiyabanı. Xiyaban burada artıq problem var. Çünki xiyabanlar çoxdur. Şəhidlər xüsusilik bildirən bir sözdür burada. Ona görə də bu x hərfinə görə bu 4-ü də qeyd eləyək. 7 illik müharibə. 7 illik müharibə deyəndə bəli, müharibələr çoxdur, amma 7 illik xüsusilik bildirir bu mürəkkəb adda və böyük hərflə başlayır. Müharibə də ki, kiçik hərflə olmalıdır. 5-də problem yoxdur. Ona görə oldu burada 1, 2 və 4 cavabları. Davam eləyək 14-cü sualla. Hansı mürəkkəb adların yazılışında səhvə yol verilmişdi deyir. Avropa Şurası Parlament Assambleyası. Heç bir problem yoxdur bu mürəkkəb adda. Ona görə keçirik. Müslüm Maqamayev adına, ümumilik deyək ki, fərqləndirici sözlər var ki, adınadır, üzrədir, yanındadır. Belə sözlər kiçik hərflə olur. Burada isə böyük hərflə verilir. Ona görə 2-ni dairə elədik. Orta paleolit dövrü. Bu mürəkkəb adda heç bir problem yoxdur. Ona görə üzərindən keçirik. Bizə yanlış olan cavablar, yəni səhv cavablar lazımdır. 7 gözəl baleti. Az öncə burada qeyd eləmişdim. 7 gözəl kiçiklə olmalıdır. Ona görə 4-ü də götürürük. Baxaq indi 5-ə. Şamaxı rayon təhsil şöbəsi. Yəni, bu hansısa bir dövlət idarəsinin adıdır da. Bu şöbə niyə kiçiklə versin ki? Böyük hərflə vermək lazım idi. 5. 2, 4 və 5 cavabları oldu 14-cü sualda. Baxaq 15-ci suala. 15-ci sualda deyir ki, hansı mürəkkəb adların yazılışı düzgündür? Yəni eyni tipli sualdır. Əməkdar elm xadimi. Əməkdar elm xadimi. Burada düzgün olan lazımdır da. Əməkdar elm xadimi. Bu xadim sözünü bir kiçiklə yazmaq lazımdır da. Yəni bir xüsusilik bildirən bir söz deyil ki, xadimlər çoxdur yəni. Ona görə də həm də çaldıran döyüşü var burada. Döyüşlər çoxdur. Kiçik hərflə olmalı idi bu. Yəni bizə düzgün olan, doğru variantlar lazım oldu. Ona görə 1-in üzərindən keçirik. 2-yə baxırıq. Sakit okean. Bəli, heç bir problem yoxdur. Vaqif küçəsi. Çünki okeanlar çoxdur. Amma sakit sözü orada xüsusilik ifadə eləyir də bu mürəkkəb adda. Vaqif küçəsi. Küçələr çoxdur. Vaqif isə xüsusilik bildirir orada. Ona görə 2-ni götürürük düzgün cavab kimi. Sonra 3-ə baxırıq. Azərbaycan Dövlət Nəşriyyatı. Bu təşkilat adıdır da bu da. Onun nəşriyyat sözünü böyük hərflə vermək lazım idi burada. Şəhidlər Xiyabanı. Şəhidlər Xiyabanında az öncə baxmışdıq buna. Xiyaban kiçik hərflə olmalıdır. 3-ün üzərinə keçirik. İndi 4-ə baxırıq. İstiqlal ordeni. İstiqlal ordeni deyəndə hələ ki bir problem görürük. Orxon Yenisey abidələri. Bəli, burada da heç bir problem görmədik həllik. 4-də Orxon Yenisey abidələri. Orxon Yenisey xüsusilik ifadə edən sözdür. Abidə də ki çox ola bilər. Ona görə də 4-ü də dairələyək doğru cavab kimidir. 5-ə baxaq. Azərbaycan Milli Elmlər Akademiyası. Bəli, ilk sözlər, sözlərin ilk hərfləri böyük hərflərdir, doğrudur. Mərkəzi Seçki Komissiyası, bu da bir dövlət müəssisəsinin adıdır. Burada heç bir problem yoxdur. 5-i də dairələdik. 2, 4, 5 oldu. 16-cı sualdan davam eləyək. Hansı mürəkkəb adların yazılışı düzgündür? Deməli, Azərbaycan qəzeti, bəli, problem yoxdur. Azərbaycan Dövlət Nəşriyyatı, az öncə baxmışdıq. Yəni, nəşriyyat kiçik olmuşdu orada. Doğrudur, burada da problem yoxdur. Düzgün olan cavablar lazımdır bizə. İndi 2-yə bax. Orxon Yenisey abidələri. Abidə sözü çoxdur, abidələr çoxdur. Ona görə A kiçik olmalıdır burada. Deməli, burada problem var. Keçdik üzərinə bunun. Nəsimi adına Dilçilik İnstitutu. Deməli, adına düzgündür. Deyək ki, bir fərqləndirici sözdür.
Dilçilik İnstitutu, bəli, heç bir problem yoxdur 3-də. 3-də olan ilk sözdə. Sonra ondan sonrakına baxırıq. Azərbaycan Respublikasının prezidenti, bəli. 3-ü də götürürük. Sonra 4-ə baxırıq. Deyir ki, Respublika Klinik Xəstəxanası. Yenə də deyir ki, bu dövlət müəssisəsidir, bu xəstəxana. Dövlət idarəsidir. Bu xəstəxanada olan böyük hərflə olmalıydı da burada. Burada problem var. Ona görə 4-ün üzərinə keçirik. Azərbaycan bayrağı ordeni. Bəli, Azərbaycan bayrağı ordeni. Ordenlər çoxdur. Azərbaycan bayrağı isə xüsusilik ifadə edir və ona verilən bir ordenə verilən bir addır burada. Kiminsə tərəfindən, hansısa təşkilat tərəfindən verilən bir addır. Ona görə dırnaqda da olmalıdır. Azadlıq meydanı, bu da mürəkkəb addır və meydanlar çoxdur. Kiçik hərflə də onda onsuz da meydan sözü orada. 5-i də dairə aldıq. 1, 3, 5 oldu 16-cı sualımızda. Davam eləyək. 17-ci sualdan davam edirik. Hansı mürəkkəb adların birinci tərəfi hansı mürəkkəb adların birinci tərəfi dırnaqda yazılmalıdır? Dırnaqda onu xatırlayaq qaydasını ki, əgər kimsə xüsusi bir təşkilat və yaxud da hansısa bir adam ona ad verirsə, onda o dırnaqda yazılır. O əsərə mi deyək, o qəzetə mi deyək? Məsələn, Azərbaycan qəzeti dırnaqda yazılmalıydı. Ona görə biri götürürük. Şuşa qalası yox. Şuşa xüsusi kimsə yəni ad verməyib. Çaldıran döyüşü, burada da deyək ki, hansı adam bu döyüşə ad verməyib. Düzdə, hansı düzdə baş verib deyənə Çaldıran düzündə, ona görə belə adlanır. Səttərxana şeiri, bəli, şair öz şeirinə Səttərxana adı verir. Ona görə 4 dırnaqda yazılmalıydı. Qeyd elədik 4-ü də. Bahar mağazası, bəli, hansı adam bir mağaza açır və o mağazasına Bahar adı verir. Ona görə də 5-i də dairə edirik. Sakit okean, bu heç. Oldu 1, 4, 5 cavablar 17-də. 18-ə baxırıq indi. 18-də də eynidir. Hansı mürəkkəb adlanan birinci tərəfi dırnaqda yazılmalıdır? İstiqlal ordeni. İstiqlal ordeni, bəli, hansı təşkilat bir orden tərtib edir, yəni hazırlayır və ona İstiqlal adı verir. Dırnaqda yazılmalıdır. 1-nə başladıq. Həyat qəzeti, bəli. Kimsə hansısa deyək ki, qurum bir qəzet çıxarır və yaxud da hansısa adam xüsusi olaraq bir qəzet çap elətdirmək istəyir və o qəzetə Həyat adı verir. Ona görə də 2-ni də götürürük. Sonra Azərbaycan Milli Ordusu, yox, burada elə bir, yəni qaydamıza uyğun bir nümunə görmürük. Şəhidlər Xiyabanı, buna da həmçinin. Qələbə meydanı, buna da həmçinin. Koroğlu operası, bəli, hansısa bəstəkar bir opera bəstələyir. Deməli, ona Koroğlu adı verir və ona görə də 6-nı da dairə eləyirik. 1, 2, 6 oldu 18-ci sualda. 19-cu suala baxırıq. 19-cu sualda deyir, cədvəldə tünd qara hərflərlə yazılmış sözlər əsasında uyğun fikirləri müəyyən edin deyir. Uyğun fikirləri bir dənə burada dairə eləyək. Burada doğrudan doğru, yanlışdan yanlışı götürmək lazımdır. Çünki uyğun fikirlər lazımdır. Qaydanı xatırlayırıq. Ağadır, bəydir, xandır, deyək ki, xanımdır, hacıdır, deməli, nə bilim, bu formada olan sözlər var. Bunlar insan adının xüsusi ismin qarşısındadırsa əgər böyük hərflə yazılmalıdır. Xüsusi isimdən sonradırsa əgər kiçik hərflə yazılmalıdır. Yəni burada bir bəy sözündə problem var. Yəni bu kiçiklə olmalıydı. Bax belədir qayda. Baxaq indi 1-ə. İlk hərf kiçik yazılmalıdır. Bəli. 1 başladı. Çünki doğrudur. Doğru lazımdır bizə. İlk hərf böyüklə yazılmalıdır. Bu heç qaydamıza uyğun deyil. İndi baxaq yanlışdan da nəyə götürməliyik? Bunu mən üstəgəl nə qoymuşam? Yanlışdan yanlış götürməliyik. İlk hərf kiçik yazılmalıdır. İlk hərf kiçiklə yazılmalıdır deyir. Yox, kiçik yazılmalı deyil. Çünki xüsusi isimdən, yəni Ələkbər ismindən əvvəldirsə əgər, böyüklə yazılmalıdır. Ona görə 3-ü də dairə eləyirik. İlk hərf böyük yazılmalıdır. Həm də böyük yazılmalıdır da onsuz da. Doğrudur da bu. Bizə doğru yox, yanlış cavablar lazımdır. Çünki burada yazılıb ki, yanlış. Özündən sonraki sözə bitişik yazılmalıdır. Yox, belə niyə bitişik olsun ki? Bitişik yəni yazılmanın heç bir əsas yoxdur. Ona görə 5-i də götürürük yanlış cavab kimi. Bu ikisi yanlış idi, bu da doğru idi. Oldu 1, 3, 5 cavablar. 20-ci sualla davam edirik. Deyir ki, burada hansı birləşmədə dırnaq işarəsi işlədilməlidir? Bayaq var idi belə sual. Bax 17 ilə 18 məsələn bu tipdə olan sualdır. O qaydalarını xatırladıq. Deyək ki, Koroğlu operası dırnaqla yazılmalı idi. Koroğlu sözü Koroğlu operası idi. Yəni 1,
Ondan sonra deyək ki, Azərbaycan mehmanxanası. Bəli. Kimsə bir mehmanxana açıb və oraya Azərbaycan adı verib, ikini götürürük. Səhər gimnastikası. Səhər gimnastikası heç mürəkkəb ad deyil, ismi birləşmədi. Keçdik. Azərbaycan torpağı ismi birləşmədi, yəni mürəkkəb ad deyil, keçdik. Koroğlunun qılıncı, bu da ismi birləşmədi, bunun da üzərinə keçdik. Səhər romanı. Hansı yazıcı bir roman yazır və o romana Səhər adı verir. Ona görə dırnaqda yazılmalıdır. Füyuzat jurnalı. Kimsə bir qəzet və ya bir jurnal çap eləyir. Yəni deyək ki, əsasını qoyur o jurnalın. Ona Füyuzat adı verir və yaxud da Molla Nəsrəddin adı verir. 7-ni də götürürük. Baxaq, Versal sülhü. Versal sülhü hansısa bir ərazinin adı ilə verilib. Yəni kimsə ona xüsusi olaraq belə bir adı verməyib. Yəni deyək ki, bağlandığı əraziyə görə olur çox vaxt. Ona görə belə götürmürlər. Yəni dırnaq olmur, düzgündür hal-hazırda yazılışı. Deməli oldu 1, 2, 6, 7 cavabları 20-ci sualda. Deyir, hansı mürəkkəb adların yazılışında dırnaq işarəsi işlədilməlidir? Yəni də eyni tipli bir sualdır. Baxırıq, Çaşoğlu nəşriyyatı. Bəli, kimsə bir deyək ki, deyək ki, mətbəənin əsasını qoyur və ona Çaşoğlu adı verir. Bir götürdük, dırnaqda yazılmalıdır. Azadlıq meydanı. Azadlıq meydanı, yəni belə deyək də, kimsə azadlıq meydanının əsasını qoymayıb, yəni xüsusi bir adama aid deyil. Ona görə də yaxud da bir təşkilata aid deyil. Bu olmaz, yəni hal-hazırda doğrudur yazılışı. Üçatlan əsəri, bəli. Üçatlan əsəri deyiriksə, əgər kimsə yəni bu bir əsər yazıb, ona Üçatlan adı verir. Onun üçü götürürük. Misri qılınc. Misri qılınc deyəndə götürə bilmərik biz bunu. Çünki burada deyək ki, yəni bayaq dediyimiz qaydadan əsər əlaməti yoxdur. Ondan sonra şöhrət ordeni. Ordendir, təltiflərdir. Belə adlarda deməli hansısa təşkilat, məsələn deyək ki, təşkilat deyək bir nazirlik, bir orden tərtib edir, yəni hazırlayır. Ona şöhrət adı verir. Məsələn, Mədəniyyət Nazirliyi deyək. Ona görə də 5-i də dairə eləyə bilərik. Bakı şəhəri, Bakı şəhərinə dediyimiz qaydaya uyğun olmadığı üçün yəni dırnaqdan istifadə olunmayacaq. Lalə kafesi, kimsə bir kafe açır və oraya Lalə adı verir. Ona görə 7-ni də dairə eləyirik. Xəzər dənizi bu dediyimiz qaydaya uyğun olmadığı üçün götürmürük. Oldu 1, 3, 5, 7 cavabları. Bunun yəni mürəkkəb adların sualları bitdi. İzahın sizə bir faydası dəydisə kanala abunə olmağı, deyək ki, videonu bəyənməyi və şərh bildirməyi unutmayın. Növbəti izahda fe'li birləşmələr mövzusunda görüşənədək hələlik sağ olun.